İrəvan yenə qərb himayədarları ilə hərbi sahədə danışıqlara başlayıb. Ermənistanın Müdafiə naziri Süreyya Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Yunanistanda səfərdə olub. Görüş çərçivəsində müdafiə sektorunda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra müzakirələr aparılıb. Bu təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də İrəvanın geosiyasi mövqeyini dəyişmək cəhdi kimi dəyərləndirilə bilər. 2020-ci il 44 günlük vətən müharibəsindən sonra Ermənistan hərbi zəifliyini dərk etdi. Hətta Moskva ilə müttəfiqliyin faktiki olaraq faydasız qalması rəsmi İrəvanı yeni tərəfdaşlar axtarmağa məcbur edən amil oldu. Ermənistan hazırda Yunanistan, Hindistan və Fransadan hərbi texniki yardım alaraq öz ordusunu qərb modelinə uyğun şəkildə yenidən qurmağa çalışır. Yunanistan və Ermənistanın elektron müşahidə sistemləri, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq edəcəkləri də öncədən bəlli olub. Hər nə qədər İrəvan hökuməti Afina ilə bu istiqamətlərdə danışıqları gizli aparsa da, həmin məlumatlar mediaya sızdırılıb. Ekspertlər deyirlər ki, bu cür əməkdaşlıqlar Ermənistanın sərhəddə hərbi mövcudluğunu gücləndirmək və kəşfiyyat imkanlarını artırmaq məqsədi daşıyır. Bu da gələcəkdə İrəvanın sərhəddə təxribat törədəcəyini istisna etmir. Ermənistan nə qədər çox silahlanırsa, o qədər də eskalasiya riski çoxalır və əlbəttə bu Yunanistanla da bu münasibətlər istisna hallar deyil. Və düşünürəm ki, biz bunun nəticəsini bəlkə də şərti sərhəddə Ermənistanın növbəti belə deyək, gərginliyə səbəb olan addımların ata biləcəyini istisna etmirik. Digər tərəfdən, Afina və İrəvanın yaxınlaşması Ankaranın bölgədə artan təsirinə qarşı balans yaratmaq məqsədi daşıyır. Ermənistan bu əlaqəni həm Türkiyə, həm də Azərbaycan qarşısında qərb dəstəyini arxasına almaq üçün geopolitik sığorta kimi görür. Artıq Yunanistan-Ermənistan münasibətləri praktiki təhlükəsizlik əməkdaşlığına keçib. Birgə təlimlər və hərbi kadr hazırlığı, kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi texnika və müşahidə sistemlərinin alışı bu qəbildəndir. Hərbi əməkdaşlıq xəbərləri siyasi ritorikanı da sərtləşdirə bilər. Papikyanın Yunanistana səfəri sadəcə diplomatik ziyarət deyil, regionda yeni güc balanslarının formalaşmasında bir addımdır. Şərhçilər bildirirlər ki, Afina-İrəvan hərbi əməkdaşlığının dərinləşməsi regionda silahlanma yarışını qızışdıra bilər. Özellikle Yunanistan'ın tabii modern silah sistemleri yok ama eski silah sistemlerinin Ermenistan'a verilmesiyle ilgili görüşmeler yapılıyordu. Dolayısıyla silahlanmak halkın refahından, huzurundan, ekonomik kalkınmasından kısıtlama demektir. Ermenistan'ın barış istememesi demektir. İyi niyetli olmaması demektir. Olayı bu şekilde değerlendirmek lazım. Her zaman olduğu gibi saat başı bir fikir değiştiren, sabah farklı konuşan, akşam farklı konuşan bir Ermenistan'la karşı karşıyayız. Analitiklərin fikrincə, Ermənistanın qərb tərəfdaşları ilə hərbi sahədə danışıqlar aparması və ya sazişlərin əldə olunması regionun gələcəyini təhlükə altına alır. Faktiki olaraq hər kəsə məlumdur ki, İrəvan hərbi texnika sahəsində dəstək aldıqdan bir müddət sonra sərhəddə təxribat törədir. Bu səbəblə müdafiə sazişi üzrə danışıqların genişlənməsi, eskalasiya və təxribat risklərini artıran ciddi bir faktordur. Regionda sülh prosesini daha da mürəkkəbləşdirə bilər.